Siyasətin izahlı lüğəti efirdədir. Milli Məclisdə siyasi partiyalar haqqında yeni qanun layihəsi ilə bağlı ictimai dinləmələrin başlaması ilə müzakirələr yenidən qızışdı. Siyasi partiya necə formalaşdırılır? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Siyasi partiyalar müəyyən ideologiyanı və maraqları təmsil edən və hakimiyyətə gəlmək üçün mütəşəkkil şəkildə fəaliyyət göstərən qurumlardır. Partiyanın formalaşması üçün adətən bir qrup insanın vahid ideologiya və ya məqsəd ətrafında birləşməsi lazımdır və bu proses aşağıdakı əsas mərhələlərdən ibarət ola bilər. Birincisi, ideologiyanın müəyyənləşdirilməsi. Partiyanın əsas məqsədləri, dəyərləri və ideologiyası müəyyən edilir. Bu partiyanın fərqliliyini və cəmiyyətdəki rolunu təyin edir. İkincisi, təşkilati strukturun yaradılması. Partiyanın rəhbər orqanları, üzvlüyün şərtləri və fəaliyyət mexanizmləri müəyyən edilir. Üçüncüsü, qeydiyyat. Əksər ölkələrdə siyasi partiyalar dövlət orqanlarında rəsmi qeydiyyatdan keçməlidir. Bu partiyanın hüquqi status alması üçün vacibdir. Dördüncüsü, dəstəyin toplanması. Ümumiyyətlə, siyasi partiyalar siyasi hərəkatlardan və birliklərdən daha strukturlu və davamlı fəaliyyət göstərir. Siyasi hərəkatlar adətən qısa müddətli məqsədlər üçün yaranır və müəyyən bir ideyanın həyata keçirilməsi üçün məhdudlaşır. Siyasi birliklər isə ideologiyadan çox maraq qruplarını təmsil edir.